Rusiya Ukraynada apardığı hərbi əməliyyatlara görə Avroviziya mahnı müsabiqəsindən kənarlaşdırılıb. Amma İsrail Qəzzada 100 minə yaxın sivil insanı öldürməsinə rəğmən hələ də yarışmadadır. İşin maraqlı bir tərəfi də bu müsabiqənin Avropa ölkələri üçün nəzərdə tutulmasıdır. Rusiya Avropa qitəsinin 25% ərazisini təşkil etməklə ən böyük Avropa ölkəsidir. İsrail isə ümumiyyətlə Avropada yerləşmir. Bəli, indi güc qüdrət qərbdədir, düzdür. Amma tarix də bu şeyləri yazır. Uzaq olmayan gələcəkdə yeni nəsillər bu dövrün insanlarına Qəzza məsələsinə görə qiymət verəcəklər. Milyonlarla insanı qapalı və kiçik ərazidə at saxlayaraq üstlərinə bomba yağdırılan zaman kim nə edirdi? Yəmən, İran və Çin ortaya mövqe qoyub. Azərbaycan hakimiyyəti isə 12 xalını İsrailə verməklə onları dəstəkləyən işlər görüb. Bayaq bir yaşlı adamın özümüzü aldatmayaq, xalqın əksəriyyəti İsrailin tərəfindədir şəklində rəyini gördüm. And olsun Allaha ki, bu belə deyil. Amma gərək bir şey edək ki, bunun belə olmadığını tarix yazsın. Yoxsa narazı sükutumuz razılıq kimi anlaşılacaq və tarixə yazılacaq.